New York'dan hələlik son vlogumla qarşınızdayam. İlk olaraq New York'un simvolu olan The Statue of Liberty'yə yollandım. 19-cu 20-ci əsrin əvvəllərində Amerika Birləşmiş Ştatlarına gələn milyonlarla immigrant üçün bu heykəl ilk gördükləri simvol idi. Kimlər üçünsə azadlıq, yeni həyat və ümid rəmzinə çevrilmişdi. Bu arada həyatımda ilk dəfə idi iceberglər görürdüm. Brooklyn Bridge-ə də buradan çox gözəl mənzərə açılırdı. Hava çox soyuq idi, ona görə qışda getsəniz özünüzlə əlcək, papaq, qalın geyimlər mütləq götürün. Siz heç bilirdiniz ki, heykəlin metal skeletini Eiffel hazırlayıb. Bəli, həmin o Parisdəki Eiffeli hazırlayan memar. Və mənə maraqlı gələn əvvəlcə bu heykəl parlaq mis rəngində idi. Zamanla oksidləşmə nəticəsində indiki yaşıl rəngini alıb, hansı ki məncə düşünürəm belə daha gözəl görsənir. Tacın 7 şüası 7 qitəni və 7 okeanı simvolizə edir. Maraqlı faktlardan ayaqlarında qırılmış zəncir var. Bu detal çox vaxt diqqətdən qaçır. Bu isə zülm və köləliyin sonunu simvolizə edir. Düz elə azadlıq heykəlinin yanında geniş bir mağaza və coffee shop var. İstəsəniz azadlıq heykəlinə qalxa da bilərsiniz. Mən qalxmadım. Aşağıdan seyr etmək daha maraqlı idi. Bu ərəfədə zaryadkam qutardı. Bura mütləq özünüzlə powerbank götürün. Tam doldurub yollandım Chinatown-a. Oradan da Little Italy-yə keçəcəm. İnandırım sizi, təzəlikcə Çində olan biri kimi deyirəm ki, məncə Çin elə bura idi. O qədər maraqlı, o qədər qeyri-adi məhsullar var idi ki, həyatımda heç vaxt görmədiklərimi burada gördüm. Chinatown minlərlə Çin əsilli insanın yaşadığı yerdir. Burada Çin restoranları, çay evləri, bazarlarla dolu küçələr var. Təsəvvür edin ki, çoxsu heç ingiliscə bilmirdi. Belə deyək də öz balaca Çin dünyasını yaradıblar. Bildiyim qədərilə Çin yeni ili burada böyük təntənə ilə qeyd edilir. Həmişə eşidirdim, deyilirdi ki, New York'un küçələri çirkli olur, amma ən çirk küçələri məhz burada Chinatown-da gördüm. Və düzünü desəm insanları birazca kobuduydu. Amma buna baxmayaraq yenə də maraqlı təcrübə idi. New York'a getsəniz Chinatown-a da mütləq baş çəkin. Və düz Chinatown-a elə demək olar ki, bitişik burada Little Italy-də var. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində minlərlə İtalyan da bura köçmüşdü və özlərinə Little Italy yaratmışdılar. Burada çoxlu İtalyan restoranları var. Düzü Chinatown-da yeməyə risk etmədim, məhz bura gəldim. Günüm çox gözəl, çox maraqlı keçdi. Ümid edirəm siz də izləməkdən zövq aldınız. Odur ki, like etməyi unutmayın.